Hello, children. How are you? Are you ready to listen to another story? Now it is more interesting than other stories. And let's begin. Let's begin. Salam uşaqlar, gəlin bu dəfəki nağılımızın da tərcüməsi ilə tanış olaq. Bu nağıl dedikdə, yəni əhvalatmı deyə, yəni tərbiyəvi əhvalat nağıldır. Yəni özünüz də qulaq asdıqca buna şahid olacaqsınız və yeni dil bacarıqlarına yiyələnəcəksiniz. You will gain new listening skills. Now, let's begin. Bu nə haqqındadır uşaqlar? It's about self-confidence. Özgüvən, self-confidence. It's about self-confidence of children. Uşaqların özünə güvənliyi haqqındadır. Yəni bir ananın uşağına özgüvəni olması üçün nələr etməli olduğunu və uşağına necə kömək etməli olduğu burada nağılda göstərilir, əhvalatda göstərilir. Gəlin özünüz də şahid olacaqsınız. Gəlin başlayaq. Okay. Now let's begin. Anna should be out by now. Deyir ki, Anna indi çöldə olmalıdır. Should be out by now. Anası uşağını məktəbdən götürməyə gəlibdi və ana narahatdır ki, uşağı hardadır. She is usually early. Yəni o adətən erkən məktəbdən çıxıb gəlirdi. Ana narahat olur ki, yəni bu uşaq hardadır. Not here, burada deyil. Okay, maybe she went inside. Ola bilər ki, o içəri girib. Inside içəri girib demək, daxil olubdur. Excuse me, have you seen Anna Watson? Bağışlayın, siz Anna Watson'ı görmüsünüz? Have you seen? Görmüsünüz? Anna Brown here, quiet girl. Qəhvəyi saçlı, sakit qız. Yes, that's her. Bəli, odur. I think I saw her near the music room earlier. Məncə mən onu musiqi otağının yanında daha əvvəl görmüşdüm. Earlier. Thank you, I'll check there. Mən oranı yoxlayacağım. Çox sağ olun. Of course, əlbəttə. Now, anası Anna'nı axtarır və onu səsləyir. Sweetheart, it's mom. Əzizim, bu anandır sənin. It's mom. There you are. I was looking everywhere for you. Hə, sən buradaymışsan ki, mən səni hər tərəfdə axtarıram. Look for, uşaqlar, axtarmaq deməkdir. Mən səni hər tərəfdə axtarırdım. I was looking, yəni keçmiş zamanda axtarırdım. Why are you hiding here? Nəyə görə burada gizlənmisən? İndiki zamanda, hal-hazırda ana, indiki zamanda gör ki, deyir, why are you hiding here? It's okay. You don't have to talk right away. Anası görür ki, uşağı narahatdır və deyir, yaxşı. Yəni, ilk öncə uşağımız narahat olarkən biz onun dərhal üstünə düşməli deyilik. Deyir ki, daha sonra sən deyərsən, yəni, you don't have to talk right away. Right away. Yəni, hal-hazırda sən nə olduğunu deməyə bilərsən. Və I didn't want anyone to see me. Mən istəmirəm ki, heç kəs məni görsün. I didn't want anyone to see me. Mən istəmirdim ki, heç kəs məni görsün. Bu keçmiş zamandadır, yəni didn't-dır. İndiki zamanda olsaydı don't olardı. Mən istəmədim ki, məni heç kəs görsün. See you do what? Nəyi görsün? Ağlayır, cry. You can cry with me. Yəni sən mənimlə ağlaya bilərsən. You can cry with me. There is a school show next week. Gələn həftə məktəb şousu olacaq. Məktəb şousu olacaq. Var, daha doğrusu gələn həftə məktəb şousu var. Yes, you told me a little about it. Sən mənə bu barədə danışmışdın. It's a big one. Bu böyük bir. Teachers will watch. Yəni müəllimlər bu olacaq. I remember you were excited. Mən xatırlayıram, sən çox həyəcanlı idin. You were excited. And I was excited before today. Dünən
Bugünə qədər mən həyəcanlıydım. What happened today? Bəs bugün nə oldu? Miss Miller chose me first. Miss Miller məni birinci seçdi. Yəni seçdi məni. She said I would be the main performer. O dedi ki, əsas mən iştirakçı olacağam. That's wonderful, Anna. Bu çox gözəldir. You worked hard for that. Sən bunun üçün çox çalışmısan. You worked hard. But today she changed her mind. Amma bu günləri o fikrini dəyişdi. Changed her mind, fikrini dəyişdi. Change her mind how? Necə dəyişdi fikrini? She chose Chloe instead. O, Chloe'nun əvəzinə. Mənim əvəzimə yəni Chloe'nu seçdi. Did she explain why? O izah etdi ki, nəyə görə? She said Chloe is louder. O dedi ki, Chloe məndən daha yüksək səsləndirir. Louder, daha yüksək səsləndirir. More confident on stage. Məndən daha özgüvən olur. Yəni more confident on stage. Yəni səhnədə məndən daha çox güvənli olur. Anası da Annaya belə məsləhət verir ki, and how did that make you feel? Yəni o səni necə, sən onda özünü necə hiss elədin? Like I disappeared. Mən özümü çox qəmgin hiss elədim. I'm sorry that hurts. Üzr istəyirəm, o incidir. Chloe said I am too quiet. Mən çox sakitəm. She said people will get bored. O dedi ki, insanlar yəni darıxacaq. Will, gələcək zamanlar. Will get bored, yəni darıxacaq. That wasn't kind. Bu yəni düzgün deyil. And it wasn't fair. Ədalətli deyil. Fair, ədalətli deməkdir. And Lily, she didn't talk to me today. O bugün mənimlə söhbət eləmədi. And Lily, your best friend? Sənin yaxşı dostun, your best friend? She sat with Chloe. O, Chloe ilə əyləşdi. Yəni onun dostu Chloe ilə əyləşdi. She sat with Chloe. She laughed with her. O onunla güldü. Did Lily say anything to you? Lily sənə nəyisə dedi? Did Lily say anything to you? Sənə nəyisə dedi? No, she just looked away. Sadəcə getdi. Baxdı, getdi. She just looked away. That hurts even more. Çox incidir. I didn't want to go home like this. Mən evə belə getmək istəmədim. Yəni keçmiş zamanda didn't-dı. Mən evə belə getmək istəmədim. I am glad you stayed somewhere safe. Mən şadam ki, sən hər hansı təhlükəsiz bir yerdə qaldın. Stayed somewhere safe. Yəni safe təhlükəsiz deməkdir, uşaqlar. Safe təhlükəsizdir. Come here, gəl bura görüm. Yəni ana burada uşağını dəstəkləyərək onu könlünü almaq istəyir. Və irəliləyən dəqiqələrdə anası uşağı üçün elə məsləhətlər verəcək ki, uşaq artıq özünü özgüvənli şəkildə hiss edəcək. We can talk more at home. Biz evdə daha çox söhbət edə bilərik. No rush. Tələsmə. No rush. Okay, oldu. Now they go home and it's his brother. No, it's her brother, qardaşıdır. Dad, look, atacan bax. It is taller than yesterday. Bu dünənkindən daha böyükdür. That makes it more dangerous. Yəni o hündür olmağı daha da onu təhlükəli edir. That makes it more dangerous. Daha təhlükəlidir. Danger makes it cool. Təhlükəli onu əla edir. Yəni uşaq belə fikirləşir ki, hər şey möhtəşəm görünəndə təhlükəsiz görünür. That's not how buildings work. That's not how buildings works. Yəni binalar belə işləmir. Və beləliklə onun düzəltdiyi yerlə yeksan olur. Physics wins again. Ata isə deyir ki, fizika yenidən qazanır. Daha sonra Anna gəlir evə. Hey, what's cool? How was cool? Ata deyir, məktəb necə idi? Və çox narahat şəklində
Qız gedir. Dinner will be ready soon. Tezliklə nahar hazır olacaq. Will be ready soon. I am not hungry. Qız deyir, mən ac deyiləm. I am not hungry. Did she lose her blocks too? O da öz bloklarını itirdi daha doğrusu. What happened? Ne baş verdi? There's a school show. Anna lost her main part. Bu məktəb şousu var idi və o öz əsas hissəsini, əsas rolunu itirdi. Lost her main part. That's rough. Yəni bu ədalətsizlikdir. Who took it? Kim bunu götürdü? A girl named Chloe. Chloe adında qız. I don't like that name. Mən bu adı xoşlamıram. She's not bad. Just very confident. Yəni o pis qız deyil, amma özündən razıdır. Yəni özünə çox güvənir də, özündən razıdır. And I am confident too. Mən də özümdən razıyam. Yes, extremely. Anna, can I come in? Anna, olar gəlim içəri? Okay. You didn't eat. Sən yemək yemədin. Qız deyir, I wasn't hungry. Mən ac değildim. I wasn't hungry. That's okay. Oldu. Anna, what are you afraid of right now? Sən indi nədən qorxursan? What are you afraid of right now? Sən indi nədən qorxursan? Ana qızının yəni problemi ilə yaxından tanış olmaq üçün ona suallar verir. What if Chloe is right? Bəlkə Chloe düz deyir. About what? What if I am too quiet to be on stage? Yəni mən bəlkə yəni mənim səhnədə çox sakit olmağım. Quiet doesn't mean weak. Sakit olmaq zəif demək deyil. Sakit yəni zəif olmaq deyil. But the stage is loud. Amma səhnə yəni səhnə səs-küy tələb edir. And courage can be quiet too. Cəsarət də burada bir dəqiqə yenidən buna baxaq. Aha. Səhnədə də mən çox sakitəm. Quiet doesn't mean weak. Buna demişdi bir daha. But the stage is loud. Yəni səhnə də səs tələb eləyir. And courage can be quiet too. Cəsarət də sakit ola bilər. Really? Doğrudan? Yes, quiet courage is still courage. Sakit cəsarət, sakit hələ də quiet courage is still courage. Yəni sakit cəsarətli olsan da belə, yenə də sən cəsarətli sayılırsan. I want another chance. Mənə başqa digər şans lazımdır. Then we will find one. Biz yeni çarə taparıq. What if they say no? Əgər onlar yox desələr, what if they say no? Then we try again. Yenidən yoxlayarıq. Yəni ana burada uşağına demək istəyir ki, yəni biz təslim olmamalıyıq. Ya çətinliyin öhdəsindən gəlməliyik. Hər zaman tez təslim olmaq lazım deyil. Mübarizə aparmaq lazımdır. Oh, we try a different way. Biz başqa yol sınaya bilərik. Okay. Do you think mom has a secret plan? Səncə anamın sirli planı var? Uşaq deyir atasına. Your mom always has a plan. Sənin ananın həmişə planı olmalıdır. Yəni bir ana övladı üçün, onun xoşbəxtliyi üçün əlindən gələni çalışır ki, onu xoşbəxt etsin. A big one, böyük birisi. Probably bigger than your block tower. Ola bilər sənin blok qülləndən daha da böyük ola bilər. Yəni plandan söhbət gedir də. Tomorrow will be hard. Sabahları daha çətin olacaq. But you won't be alone. Amma sən tək olmayacaqsan. Won't be alone. Sən tək olmayacaqsan. Mom, anacan. Thank you for finding me today. Bugün məni tapdığına görə çox sağ ol. I will always find you. Mən həmişə səni tapacağam. Doğrudan da maraqlı bir əhvalatdır. Ananın burada uşağa necə dəstək olması göstərilir və növbəti cümləmizə baxaq. Aha, səhər açıldı və Did you sleep better last night?
ata qızına deyir ki, sən dünən gecə daha yaxşı yatdın? A little, biraz. That's good. Today doesn't have to be perfect. Bu günləri əla olmamalıdır. It just has to start. Bu gün yəni başlamalıdır. It just has to start. What if I freeze again? Birdən mən yenidən donsam, yəni özümü itirsəm, freeze donmaqda mı burada yəni özünü itirmək mənasında gedir? Then we breathe and we try again. Yenə sonra biz nəfəs alarıq və yenidən çalışarıq. And we try again. What if everyone watches me? Əgər başqaları mənə yenə baxsa, they will and that's okay. Baxacaqlar, onlar sənə baxacaqlar. Bu çox normaldır. I don't want to disappear. Mən yoxa çıxmaq istəmirəm. You won't, sən yoxa çıxmayacaqsan. Aha, ana dəstək olur ki, qızı həvəsdən düşməsin. I'll be right here when school ends. Məktəb bitəndə mən burada olacağam. I know, bilirəm. Mom, yes, thank you for yesterday. Dünənə görə təşəkkürlər. Anytime. Hi Lily. Salam Lily. Salamlaşır dostu ilə. Sən yaxşısan, are you okay? Yeah, I guess. Zənnimcə hə. I didn't see you yesterday. Mən səni dünənləri görmədim. I had practice. Mənim məşqim var idi. With Chloe, Chloe ilə. Yes. Okay. Anna, wait. Gözlə. I didn't want to hurt you. Mən səni incitmək istəmədim. Mən səni incitmək istəmədim. Okay. It did hurt. Ya həqiqətən də incitdi məni. We should go. Biz indi gərək gedək. We should go. Good morning everyone. Let's focus today. Sabahınız xeyir hər kəsə. Gəlin diqqətimizi cəmləyək. Let's focus today. I'm ready. Mən hazıram. Everyone will have time to practice. Hər kəsin məşq eləməyə vaxtı olacaq. Will have time to practice. Okay. Let's warm up first. Gəlin birinci məşqimizi edək. Let's warm up first. Yəni ilk öncə məşqimizi edək ki, yaxşı oxuyaq. Warm up first. Okay, və Anna mahnısını oxuyur. Miss Miller, can I practice my part again after lunch? Olar mən nahardan sonra mən öz hissəmi yenidən məşq edim? Again. We'll see Chloe. Bəli, Chloe. Miss Miller, yes, Anna. I know Chloe is very strong on stage. Mən bilirəm ki, Chloe səhnədə çox güclüdür. Strong, çox güclüdür. Yes, I know. I am quieter. Mən daha sakitəm. Bilirəm ki, mən daha sakitəm. But I would like one chance. Mənə bir şans lazımdır. To show what can I do. Yəni, mən nə edə biləcəyimi göstərməyim üçün mənə bir şans lazımdır. Və beləliklə, yəni biz görürük ki, özünə güvənən insan həyatda daha uğurlu və xoşbəxt olur. Yəni, onun dostu özünə çox güvənir və özgüvənliyi də ona yardımcı olur fəaliyyətlərində. Yəni, özgüvən hər kəs üçün önəmlidir. Özünə inanan insan həyatda qarşısına çıxan imkanlardan daha yaxşı istifadə edir. Yəni, buradan yəni, biz başa düşürük ki, İngiliscə də desək belə, when we believe in ourselves, we can use opportunities better in life. Yəni, biz əgər inansaq özümüzə, biz həyatda hər şeydən, bütün imkanlardan istifadə edə bilərik. Və burada şans istəyir, yenə bir şans. That sounds reasonable. Yəni, bu çox yaxşı bir fikir kimi səslənir. The show needs energy. Yəni, dostu deyir ki, şounun enerjiyə ehtiyacı var. I have energy too. Mənim də enerjim var. It's just different. Sadəcə fərqlidir. All right. Oldu. Anna, you can practice after school today. Sən məktəbdən sonra da məşq edə bilərsən. Just you and Mr. Reed. Mr. Reed və sən. Really doğrudan? Yes. One chance. Bir şans. Thank you, Miss Miller. Çox sağ olun. Yəni, Chloe təəccüblənir.
Və you were brave in there. Sən orada cəsarətli idin. Yəni ananın uşağa cəsarətləndirməsi bu özünün güvənliyini artırır və o yenidən özünü sınamağa çalışır. I was scared. Mən qorxurdum. I know, mən bilirəm. Chloe scares me to sometimes. Chloe da məni deyir, qorxuzur bəzən. Yəni Chloe'nun qısqanclığı, dostlarına qarşı qısqanclığı nəticəsində onlar qısqanclığı, yəni o dostlarına mane olmaq istəyir ki, onlar qorxsun, öz güvəni azalsın və yaxşı iştirak eləyə bilməsinlər. Then why did you choose her? Nəyə görə sən onu seçdin? Because I didn't want to lose. Mən uduzmaq istəmədim. Lose what? Nəyi uduzmaq istəmədin? A place on stage, səhnədə yer. I didn't want to lose you. Mən səni uduzmaq istəmədim. Yəni, I'm sorry, üzr istəyirəm. Can I help you practice? Sənə məşq etməkdə kömək edə bilərəm. You want to? Sən də istəyirsən? Yes, I want to be on your side again. Mən sənin tərəfində yenidən olmaq istəyirəm. I want to be on your side again. Okay. Take your time, no rush. Yəni tələsmə. Vaxtın var sənin, tələsmə. No rush. No rush, take your time. I don't know where to start. Mən bilmirəm, mən hardan başlayım. Start by breathing. Start by breathing.